Salam kanalımızın dəyərli izləyiciləri. Bu dərsimizdə 5-ci sinif informatika dərsinin sonuncu mövzusu olan internetdə informasiyanın axtarışı mövzusunu öyrənəcəyik. Açar sözlərimizlə başlayaq. İnternetdə axtarış, axtarış sistemi, axtarış sətri. Bəzi hesablamalara görə webdə milyardlarla səhifə informasiya var. Lazım olan informasiyanın hansı ünvanda yerləşdiyini bilmiriksə, onu necə tapa bilərik? Bəs axtarılan mövzu ilə bağlı başqa saytlar varmı? Varsa, onların ünvanlarını necə bilməliyik? İndi isə gəlin bu sualları cavablandıraq. Lazım olan informasiyanın hansı ünvanda yerləşdiyini bilmiriksə, onu necə tapa bilərik? Əgər axtardığımız məlumatın dəqiq hansı saytda olduğunu bilməsək, axtarış sistemlərindən istifadə edirik. Məsələn, Google, Yandex, Bing və s. Axtarış yerinə sözləri yazırıq. Misal üçün, qurtular haqqında məlumat. Axtarış sistemi bizə uyğun saytları göstərir. Gəlin baxaq. Google bilirik ki, axtarış sistemidir, ən məşhur axtarış sistemidir. Baxın bu. Və yaxud Yandex də var. Baxın. Bing var. Bunlar axtarış sistemləridir. Misal üçün, axtarış sistemlərindən girək Google-a, google.com misal üçün və burada yazaq qurtular haqqında məlumat. Qurtular haqqında məlumat. Enter-i tıklayaq. Baxın, qurtular haqqında məlumatlar çıxdı. Axtarış sistemi, yəni Google bizim zehnimizi oxuya bilmədiyi üçün bu hansı qurtuları axtardığımızı bilmədi. Misal üçün, heyvan, yəni canavar qurtumu və yaxud orqanizmdə olan qurtularımı. Baxın, qurd xəstəliyinə aid dərmanlar, məsləhətlər filan çıxdı. Uşaq qurd xəstəliyindən necə qorunmalı? Müxtəlif, baxın, çoxlu sayda qurda aid məlumatlar çıxdı və əksəriyyəti də, böyük əksəriyyəti bağırsaq qurtularına aid məlumatlardır. Sonra ikinci sualımız, bəs axtarılan mövzu ilə bağlı başqa saytlar varmı? Bəli, adətən eyni mövzu ilə bağlı bir neçə müxtəlif sayt olur. Məsələn, heyvanlar haqqında məlumat yazsaq, bir çox fərqli sayt çıxır. Gəlin yazaq. Google-a girək və yazaq heyvanlar haqqında məlumat. Baxın, bir çox məlumatlar çıxdı. Baxın, fərqli saytlardır, məlumatlardır.
Sonra növbəti sualımız deyirdi ki, varsa onların ünvanlarını necə bilməli? Axtarış sistemi nəticə olaraq bizə saytların adlarını və ünvanlarını göstərir. Məsələn, baxın, yəni heyvanlar haqqında məlumat axtarış etdik. Baxın, birinci Wikipedia haqqındadır. Açaq yeni səhifədə. Bunu da göstərmişsə, sıçanın göstəricisini saytın üzərinə gətirirsiniz. Baxın, bu yazının əl formasını alır. Yəni link keçid bilirik ki, artıq bu linkdir, keçiddir. Yəni ki, üstünə klikledikdə başqa bir səhifəyə keçid olunacaq. Və bu zaman sıçanın sağ düyməsini klikləyirik. Buradan yeni səhifədə aç. Üzərinə gəlib sol düyməni klikləyirik. Yəni çıxıldadır. Baxın, Wikipedia birinci səhifə. Burada da baxın, bu sətirdə görmək olur. Wikipedia.org. Sonra açaq məsəl üçün növbətini. Portal azertag.az sayt. Buradan YouTube videolarıdır gətirib. YouTube'a keçiddir. Məsəl üçün klikləsək. Baxın, heyvanlar haqqında məlumatdır. Reklamı keçək. Baxın, heyvanlar haqqında məlumat. Qunduzların dişləri insanlarda olduğu Sonra Wikibox uşaq aləmi. Bu da başqa saytdır. Baxın, saytları da burada bu sətirdən baxmaq olur, bilirik ki. Ünvan sətrində baxın, burada saytların ünvanına, adına baxmaq olur. Davam edək. İnternetdə olan küllü miqdarda informasiyalar arasında lazım olanı tapmaq üçün xüsusi axtarış sistemləri yaxud axtarış xidmətləri mövcuddur. Axtarış sistemi web səhifələrinin nəhəng kataloqundan ibarətdir. Bu kataloqda nə istəsəniz tapa bilərsiniz. Geniş istifadə olunan axtarış xidmətlərindən biri olan Google, yəni www.google.com yaxud www.google.az ünvanında yerləşir. Onun axtarış sətrində axtardığınız sözü və ya söz birləşməsini yığıb, Google'da axtar düyməsini çıxıldatmaq lazımdır. Gəlin bunları bağlayaq. Yazır google.com və yaxud da google.az. Google ən yaxşılarından olsa da, yeganə axtarış sistemi deyil. www.arama.com, www.yandex.ru, www.yahoo.com və digər axtarış xidmətlərindən də geniş istifadə olunur. Baxın, misal üçün, arama.com, gəlin yazaq onda. Dini dəyişək İngilizcəyə. www.arama.com. Sonra
www.yandex.ru www.yandex.ru Baxın bu. Sonra www.yahoo.com yahoo.com və digər axtarış xidmətlərindən də geniş istifadə olunur. Baxın, bunlardan da istifadə edə bilərik. arama.com-dan, yandex.ru, sonra yahoo.com. İndi gəldik fəaliyyət hissəmizə. Fəaliyyət hissəmizi öyrənək. Lazım olan informasiyanın internetdən tapılması. Göstəriciləri yerinə yetirin və sualları cavablandırın. 1. Kompüterdəki web brauzerlərdən birini başladın. Açılan ilk sayt hansıdır? Gəlin bunu bağlayaq. Baxın, web brauzer Google. Google açıqda hal-hazırda. Açılan ilk sayt, yəni Google'un saytıdır. Ümumiyyətlə bilirik ki, brauzer nədir? Brauzer internetə daxil olmaq üçün istifadə etdiyimiz proqramdır. Kompüterdə Google Chrome, Mozilla Firefox, Safari, Edge və s. kimi brauzerlər bilirik ki, olur. Brauzer açanda bizə bir web səhifə göstərilir. Bu səhifə internetdəki məlumatlara keçid etməyə imkan verir. Baxın, kompüterdə sizdə Google ola bilər. Baxın, göstərirəm şəklini təkrar. Sonra Mozilla Firefox ola bilər. Baxın, tülkü işarəsidir. Odlu tülkü dünyanın ətrafında belə dolanır. Sonra Safari ola bilər. Sonra Edge. Baxın, dalğa işarəsi belə. Brauzerlər sizin internetə qoşulduğunuz avadanlıqda mövcud olur. Hər hansı biri və ya bir neçəsi. Təbii ki, ən məşhuru və ən rahatı, yəqin ki, mənim də, sizin də hamımızın öyrəşdiyi hansıdır? Google. Açırıq Google'u. Bunları bağlayırıq. Yeni səhifə. İlk qarşımıza çıxan, baxın, buradan yazaq google.com. Google'un axtarış etmək üçün olan hissəsidir. Brauzerin ünvan zolağında www.google.az ünvanını yazıb Enter klavişini basın. Müvafiq saytın pəncərəsi açılacaq. İndi ünvan zolağında Google.az yazıb Enter klavişini basın. Ünvanda www önlüyü vacibdirmi? Brauzerin yuxarı hissəsində bir xananı görürük. Baxın. Açaq bir dənə. Brauzerin yeni səhifə açdı. Burada bir xana görürük.
Bura ünvan sətri deyilir. Bura misal üçün yazaq www.google.az. Enter'i klikləyək. Burada Google üçün baxın, www yazmaq vacib deyil. Misal üçün elə belə də google.az yazıb Enter kliklədikdə yenə həmin sayta daxil olacaq. www önlüyü vacib deyil. Bu saytın axtarış sətrində Azərbaycan sözünü yazın və Enter klavişini basın. Axtarış nəticəsində neçə informasiya resursu tapıldı. Axtarış gəlin dini dəyişək, Azərbaycan dini edək və yazaq Azərbaycan. Enter klavişini basaq. Axtarış nəticəsində neçə informasiya resursu tapıldı. Baxın 1, 2, 3, 4, 5, şəkillər 6, 7, 8, xeyli tapıldı. Baxın 10 dənə burada. Xeyli informasiya resursu tapıldı. Sayt açıldıqdan sonra biz axtarış yerinə lazım olan sözü, yəni Azərbaycan sözünü yazdıq. Enter basanda qarşımıza bu mövzu ilə bağlı xeyli sayda məlumat çıxdı. Bunlara informasiya resursları deyilir. Baxın, bu qarşımıza çıxanlara informasiya resursları deyilir. Siçanın göstəricisini birinci istinadın üzərinə aparın və sol düyməni tıkladın, hansı web səhifə açıldı. Baxın, birinci hansıdır? Wikipedia üzərinə gəldik, siçan göstəricisinin üzərinə gətirdik. Ən işarəsi formasını olanda artıq bilirik ki, linkdir, yəni keçid var. Bura klikləsək hər hansı başqa yerə keçid edəcək. Sol düyməni bir dəfə tıkladırıq. Baxın, Azərbaycan haqqında Wikipedia səhifəsi açıldı. Soruşur ki, hansı web səhifə açıldı? Siçan göstəricisinin, yəni oxun ilk çıxan linkin üzərinə aparıb sol düyməni klik etdikdə bu zaman həmin mövzu ilə bağlı bir web səhifə açıldı. Misal üçün bizdə Wikipedia. Baxın, Wikipedia saytına daxil oldu. Sonra 5-ci, açılan səhifədəki informasiya ilə tanış olun. Səhifə açılandan sonra orada Azərbaycan haqqında məlumatları oxuya bilərik. Baxın burada. Misal üçün, coğrafiyası, tarixi, əhalisi və s. Azərbaycan haqqında xeyli məlumat burada mövcuddur. Siyasətindən tutmuş, baxın, tarixinə qədər. Müxtəlif sahələri əhatə edən geniş bir məlumat mövcuddur. Müzakirə edək hissəsi, hansı brauzeri açdınız? Misal üçün, göstərdiklərimizdən birini aça bilərik. Google-dur, Firefox-dur, filandır. Mən Google-u açdım. Brauzerdə hansı sayt açıldı? Ünvanı nə idi? Misal üçün, google.az. Axtarış nəticəsində tapılan saytda hansı məlumatlarla tanış oldunuz? Azərbaycan haqqında məlumatlar.
Axtarış nəticəsində daha hansı linkləri gördünüz? Baxın. Məsələn, Azərbaycan yazıb çıxdıqda Azərbaycan haqqında Wikipediyadır, şəkillərdir, ümumi məlumat, qəzet, Azərbaycan qəzeti, baxın, rəsmi dövlət qurumlarının saytlarıdır, xəbər saytlarıdır. Bir çox məlumatı burada görürük. Bəzən axtarışın nəticəsində minlərlə səhifənin ünvanı çıxır. Onların bir çoxunun aradığınız mövzu ilə əlaqəsi olmaya bilər. Məsələn, sizi Qaya ansamblını maraqlandırırsa, axtarış sətrində Qaya yazıb arama etsəniz, nəticə siyahısında həm musiqi, həm də geologiya ilə əlaqəli səhifələr yer alacaq. Ona görə də axtarış sisteminə sorğunu daha dəqiq vermək üçün Qaya ansamblını yaxud Qaya musiqi yığmaq lazımdır. Məsələn, gəlin burada yazaq. Bağlayaq buranı. Google'da Qaya. Baxın, daş qaya, yəni daşdan yaranmış qayanın şəkilləri var. Qaya restoran çıxdı, qrup, nəqliyyat, bir çox qayaya aid, baxın. Burada videolar, qaya restoranı, nə bilim və s. Hətta şəxs adı çıxdı. Bir çox qaya yazanda məlumatlar çıxır. Əlaqəli və ya əlaqəli olmuyor. Yazaq misal üçün Qaya ansamblı. Daha dəqiq olsun. Google-a girək. Qaya ansamblı yazıb. Enter tıklayaq. Baxın, artıq konkret ona aid məlumatlar çıxdı. Və yaxud Qaya musiqi. Yəni, baxın, konkret ona aid məlumatlar çıxdı. Deməli, bildik ki, hər hansı bir məlumat haqqında internetdə axtarış etdikdə mümkün qədər konkret, yəni başa düşülən şəkildə axtarış etmək lazımdır. Məsəl üçün, bizə Qaya qrupu lazımdırsa, ansambl lazımdırsa, yazırıq Qaya ansamblı. Sadəcə Qaya yazsaq, Qaya ilə əlaqəli dəxlisi olan və olmayan məlumatlar da çıxacaq. Sonra araşdıraq, öyrənək hissəsi. Aşağıdakı mövzulardan birini seçin və axtarış sistemindən istifadə edib informasiya toplayın. Birinci, Azərbaycanda yaşayan xalqlar və onların adət-ənənələri. İkinci, Azərbaycanın təbii sərvətləri. 3. Qlobal ekoloji problemlər. 4. Dünya mədəniyyət inciləri. Araşdırdığınız mövzuda mətn redaktorunda sənəd hazırlayın. Deməli, bunlardan, bu 4 mövzudan birini seçməliyik. Axtarış sistemindən istifadə edib informasiya toplamalıyıq. Və daha sonra da həmin araşdırdığımız mövzuda mətn redaktorunda sənəd hazırlamalıyıq. Yəni, baxaq bir dənə mən hazırladığım bu faylı açım. Baxın, bu addımla etsək daha rahat olacaq. Brauzeri aç, məsələn Google Chrome və ya digər brauzer. Ünvan sətrinə misal üçün yaz Google Chrome və Enter bas. Axtarış sətrinə aşağıda göstərilən sözləri yaz və Enter bas. Nəticələrdən mənbə seç, misal üçün Wikipedia, rəsmi hökumət saytları, məktəb və ensiklopediya saytları təbii ki, daha etibarlıdır. Bunlardan məlumat götürməyə üstünlük verin. Məlumatı oxu və baş vurğuları, vacib cümlələri seç. Mətn redaktor açıb aşağıdakı şablona uyğun yaz. Şablon da budur. Baxın, sənədin başlığı, mövzu adı, qısa giriş, bir-iki cümlə,
Əsas hissə 2-4 paraqraf, hər paraqraf bir fikri açıqlasır. Nəticə bir cümlə. İstifadə olunan mənbələrdə yaz, hansı saytları oxudun? Misal üçün, baxın, gəlin bu addımı belə göstərim sizə. Brauzeri açmasan Google Chrome. Bağlayaq bunu. Google-u açdıq. Google yazıb, axtarış etdik. Baxın, Enter basdıq. Axtarış sətrini aşağıda göstərilən sözləri yaz, Enter bas. Misal üçün. Azərbaycanda yaşayan xalqlar ancaq Azərbaycanda sözü seçilibdir. Azərbaycanda yaşayan xalqlar və adət-ənənələri. Baxın, burada Wikipediadan istifadə edə bilərik. Digər dövlət saytlarından istifadə edə bilərik. Bunları açıb məlumatları götürə bilərik. Əvvəlcə oxuyuruq təbii ki, beynimizdə təhlil edirik. Ondan sonra isə lazım olan cümlələri oradan seçirik. Yəni seçib vacib deyil ki, olduğu kimi yazaq. Eyni mənanı verən və yaxud yaxın mənanı verən formada öz sözlərimizlə də yaza bilərik. Təbii ki, bu daha gözəl olar. Mənbə seç, Wikipedia, rəsmi hökumət saytları, məktəb və ensiklopediya saytlarına üstünlük verir ki, buradakı məlumatlar digərlərinə nisbətən daha etibarlı olur. Məlumatı oxu və başını yuxarı vacib cümlələri seç. Mətn redaktoru açıb aşağıdakı şablona uyğun yaz. Açırıq mətn redaktorlarından hər hansı birini və s. Misal üçün Word, Microsoft Office Word proqramını açırıq və yazmağa başlayırıq. Yazarkən də hansı formada yazacağıq, şablonu yazmışam. Birinci sənədin başlığı, mövzu adı, sonra qısa giriş, 1-2 cümlə, əsas hissə 2-4 paraqraf, hər paraqraf bir fikir açıqlaması, nəticə bir cümlə və istifadə olunan mənbələri də sonunda yazırıq ki, hansı saytları oxuyub istifadə etdik. Misal üçün, mən 4-ün də yazmışam bu mövzunu. Yəni oxuyaq, siz də buna oxşar qaydada hazırlaya bilərsiniz. Azərbaycanda yaşayan xalqlar və onların adət-ənənələri. Axtarış üçün sözlər, baxın, nə yazdıq? Azərbaycanda yaşayan xalqlar, Azərbaycan etnik qruplar, Azərbaycan milli adət-ənənələri. Nə topladıq? Hər xalqın adı, misal üçün Azərbaycanlılar, tanışlar, ləzgilər, kürdlər və s. Onların geyimləri, bayramları, ənənəvi yeməkləri, toy adətləri, qısa nümunə, mətn köçürmək olar. Başlıq yazırıq Azərbaycanda yaşayan xalqlar və adət-ənənələri. Giriş Azərbaycanda müxtəlif xalqlar yaşayır, onların dinləri, geyimləri və bayramları bir-birindən fərqlidir. Əsas hissə, məsələn, Azərbaycanlılar Novruzu böyük bayram kimi qeyd edirlər. Tanışların öz mahnı və rəqsləri var. Ləzgilər milli rəqsləri ilə məşhurdur. Hər xalqın özünə məxsus yeməkləri və toy adətləri vardır. Nəticə olaraq bu xalqlar ölkəmizə rəng-rəng mədəniyyət gətirir. Mənbələr də istifadə olunmuş mənbələr, Wikipedia, Azərbaycan Mədəniyyət Nazirliyi saytları. İkinci, Azərbaycanın təbii sərvətləri. Axtarış üçün sözlər, Azərbaycanın təbii sərvətləri, Azərbaycan nefti, qazı, Azərbaycan təbii resursları, Azərbaycanın təbii resursları. Nə topladıq? Neft və qaz, təbii qaz yataqları, meşələr, mineral resursları, su ehtiyatları, həmçinin zəngin torpaq və kənd təsərrüfatı üçün yerlər. Qısa nümunə, başlıq Azərbaycan təbii sərvətləri, giriş hissə. Azərbaycan təbii sərvətlərlə zəngin ölkədir. Əsas hissə, burada neft və təbii qaz çoxdur.
Qafqaz dağları meşə və minerallar verir, Xəzər dənizi balıqlarla zəngindir, torpaq kənd təsərrüfatı üçün əlverişlidir. Nəticə, təbii sərvətlər ölkənin inkişafına kömək edir. Mənbələrdə rəsmi statistik saytlar, ensiklopediyalar. Üçüncü, qlobal ekoloji mənbələr. Axtarış üçün sözlər, qlobal ekoloji problemlər, kommunal tullantılar, beynəlxalq iqlim dəyişməsi, hava çirklənməsi. Nə topladıq? İqlim dəyişməsi, plastik tullantılar, hava və su çirklənməsi, meşələrin azalması, hər problemin nə üçün pis olduğunu və necə həll edilə biləcəyini yaz. Qısa nümunə, başlıq qlobal ekoloji problemlər, giriş, dünyada bəzi problemlər bütün insanları narahat edir. Əsas isə iqlim dəyişməsi qlobal istiləşməyə səbəb olur. Plastik tullantılar dənizləri çirkləndirir. Hava çirklənməsi insanların sağlamlığına zərər verir. Bu problemləri azaltmaq üçün ağaclar əkilməli və tullantılar düzgün atılmalıdır. Nəticə, hər kəs təbiəti qorusa, dünya daha sağlam olar. Mənbələrdə ekologiya təşkilatları, məktəb dərslikləri. Və dördüncü mövzumuz, dünya mədəniyyət inciləri. Axtarış üçün sözlər, dünya mədəniyyət inciləri, UNESCO dünya irsi, məşhur memarlıq abidələri. Nə topladıq? Misir piramidaları, Tac Mahal, Çin səddi, Azərbaycan İçəri şəhər və s. Hər bir incinin qısa tarixi və nə üçün məşhur olduğunu yaz. Qısa nümunə, başlıq, dünya mədəniyyət inciləri. Giriş hissə, dünyada çox gözəl və tarixə malik yerlər var. Əsas isə Misir piramidaları qədim sivilizasiyanın işidir. Tac Mahal Hindistanda gözəl abidədir. Çin səddi böyük müdafiə divarıdır. Azərbaycanda İçəri şəhərdə tarixi və mədəni əhəmiyyətə malikdir. Nəticə, bu incilər insanlara tarix və sənət haqqında məlumat verir. Mənbələr, UNESCO saytları, tarixi ensiklopediyalar. Bu şəkildə siz də bundan daha geniş məlumatlar yaza bilərsiniz. Gəldik sual və tapşırıqlar hissəmizə. Ondan əvvəl buna baxaq. Azərbaycanda yaşayan xalqlar və onların adət-ənənələri. Bunların hər birinə aid yazdığımız mətnləri də gəlin oxuyaq, sual və tapşırıqlara keçmədən əvvəl. Bunun da sizə inanıram ki, faydası olacaq, çünki siz də buna uyğun şəkildə yazmağınıza, axtarmağınıza sizə kömək edəcək. Mən kiçik sənəd hazırlamışam bunun hər birinə aid. Gəlin onları açaq, oxuyaq. Azərbaycanda yaşayan xalqlar və onların adət-ənənələri. Azərbaycan çox millətli bir ölkədir və burada müxtəlif xalqlar yaşayır. Bu xalqların hər birinin öz mədəniyyəti, dini, geyimləri və bayramları var. Onlar birlikdə ölkəmizin rəngarəng mədəniyyətini yaradır. Azərbaycanda azərbaycanlılarla yanaşı tanışlar, ləzgilər, avarlar, udinlər, saxurlar, yəhudilər və digər xalqlar yaşayır. Azərbaycanın ən böyük bayramı Novruzdur. Bu bayramda səməni qoyulur, tonqal qalanır və müxtəlif oyunlar oynanılır. Ləzgilər özünün məşhur ləzgi rəqsi ilə tanınır. Tanışların özünə məxsus mahnıları və toy adətləri var. Udinlər isə qədim dini mərasimləri ilə seçilirlər. Bu xalqların hamısı əsrlər boyu Azərbaycanda sülh və dostluq şəraitində yaşayırlar. Onların hər birinin adət-ənənələri ölkənin mədəni həyatını daha zəngin və maraqlı edir. Nəticə, Azərbaycanda yaşayan müxtəlif xalqlar ölkəmizin mədəniyyət xəzinəsini daha da gözəlləşdirir. Sonra Azərbaycanın təbii sərvətləri.
Bu mövzuya aid də hazırladığımız mətni oxuyaq. Azərbaycan təbii sərvətlərlə zəngindir, zəngin bir ölkədir. Bu sərvətlər həm ölkənin iqtisadiyyatını gücləndirir, həm də insanların həyatında mühüm rol oynayır. Azərbaycanın ən məşhur təbii sərvəti neft və təbii qazdır. Xəzər dənizində və quru ərazilərdə çoxlu neft-qaz yataqları var. Bu sərvətlərdən enerji, benzin və digər məhsullar hazırlanır. Azərbaycanın torpaqları da çox məhsuldardır. Burada meyvə-tərəvəz, taxıl və pambıq yetişdirilir. Ölkənin meşələri təmiz hava, oduncaqlar və müxtəlif bitki növləri ilə zəngindir. Azərbaycanın dağlarında qızıl, mis, duz, mərmər kimi faydalı qazıntılar tapılır. Həmçinin ölkədə çoxlu çaylar, göllər və bulaqlar var. Bu su ehtiyatları kənd təsərrüfatı və içməli su üçün çox vacibdir. Nəticə, Azərbaycanın təbii sərvətləri ölkəmizin inkişafına böyük töhfə verir. Qlobal ekoloji problemlər. Dünyamızda elə problemlər var ki, onlar tək bir ölkəni deyil, bütün planetimizi narahat edir. Bu problemlərə qlobal ekoloji problemlər deyilir. Onlar təbiətə və insanlara böyük zərər vurur. Ən böyük problemlərdən biri iqlim dəyişməsidir. Havanın istiləşməsi, buzların əriməsinə və quraqlığa səbəb olur. Plastik tullantılar dənizləri çirkləndirir və heyvanların həyatına təhlükə yaradır. Hava çirklənməsi isə insanların sağlamlığına ziyan vurur. Meşələrin kəsilməsi də böyük ekoloji problemdir. Çünki meşələr havanı təmizləyir və canlılar üçün yaşayış yeri yaradır. Bu problemləri azaltmaq üçün insanlar tullantıları ayrılmalı və ağaclar əkilməli və təbiətə zərər verməməlidirlər. Hər kəs bu işə kömək etsə, dünya daha təmiz və sağlam olar. Nəticə olaraq təbiəti qorumaq hər bir insanın, yəni hər birimizin borcudur. Növbəti mövzumuz dünya mədəniyyət inciləri. Dünya mədəniyyət inciləri bütün bəşəriyyət üçün əhəmiyyətli olan tarixi, memarlıq və mədəniyyət abidələridir. Bu abidələr insanlara qədim dövrlər, mədəniyyət və sənət haqqında məlumat verir. Dünyanın ən məşhur mədəniyyət incilərindən biri Misir piramidalarıdır. Onlar minlərlə il əvvəl tikilmişdir və çox möhtəşəm görünür. Hindistandakı Tac Mahal isə ağ mərmərdən tikilmiş gözəl bir məqbərədir. Çin səddi dünyanın ən uzun tikililərindən biridir və qədim dövrlərdə müdafiə məqsədi ilə inşa edilib. Azərbaycanda dünya mədəniyyət incilərinə zəngindir. Azərbaycanda dünya mədəniyyət inciləri ilə zəngindir. İçəri şəhər, Qız Qalası və Şirvanşahlar Sarayı UNESCO Dünya İrsi siyahısına daxil edilib. Bu abidələr ölkəmizin qədim tarixini və mədəniyyətini dünyaya tanıdır. Nəticə olaraq dünya mədəniyyət inciləri insanlara tariximizi daha yaxşı anlamağa kömək edir. Və bu mövzuların hər birini də oxuduq. İndi gələk sual və tapşırıqlarımıza. Birinci sual, internetdə müəyyən məlumatları tapmaq üçün nədən istifadə edilir? İnternetdə müəyyən məlumatları tapmaq üçün deməli variantlara baxaq: kitabxanadan, qrafik redaktordan, axtarış sistemlərindən, elektron poçtdan. Bir variantları təhlil edək. Kitabxana, burada kitablar olur, amma internet məlumatı axtarmaq üçün deyil. Kitabxana deməli internet məlumatı axtarmaq üçün deyil.
Qrafik redaktor şəklini düzəltmək üçündür, məlumat axtarmağa yaranır. Elektron poçt məktub göndərmək üçündür, məlumat üçün deyil. Axtarış sistemləri internetdə məlumat tapmaq üçün xüsusi saytlardır, misal üçün Google. Cavab nədir burada? Doğru cavab axtarış sistemləridir. C variantı. İkinci. Bu ünvanlardan hansılar axtarış sisteminin ünvanıdır? Bir variantları gəlin təhlil edək. D az xəbər saytıdır. Axtaraq. Baxın, xəbər saytıdır. Axtarış sistemi deyil. Sonra Google az. Bəli, bu Google'un Azərbaycandakı axtarış sistemidir. Google az. Google'un Azərbaycandakı axtarış sistemidir. Sonra hansı idi? Arama.com. Bu da elə də məhsul olmasa da, bəli, axtarış sistemidir. Sonra İKT az. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun saytıdır, rəsmi saytıdır. Bu da təbii ki, axtarış sistemi deyil. Axtarış sistemi, yəni doğru cavablar hansıdır? Google az və arama.com. Yəni B variantı Google az və arama.com, C variantı. Keçək ümumiləşdirici sual və tapşırıqlarımıza. Bunlardan hansılar informasiya resursudur? Verilənlərə gəlin baxaq. Təhsil haqqında qanun. Bəli, məlumatdır. Ümumiyyətlə, informasiya resursu dedikdə nə başa düşülür? Məlumat olan hər şey. Məlumat olmalıdır. Təhsil haqqında qanun, bəli, məlumatdır. Musiqi, milli musiqi fondu. Xeyr, məlumat deyil, obyektlərdir. Üzr istəyirəm, milli musiqi fondu, bəli, məlumat saxlanılır. Sonra neft mədənləri. Xeyr, məlumat deyil, bu obyektlərdir, neft mədənləri. Bayatlar, bəli, məlumatdır. Ədəbi məlumat. Sonra Mingəçevir su elektrik stansiyası. Xeyr, bu bina və qurğudur. Deməli, düzgün olan hansı oldu? Təhsil haqqında qanun, milli musiqi fondu, bayatlar. Sonra ikinci suala keçək. Hansı informasiya resursları təlim prosesinə aiddir? Təlim prosesi dedikdə dərslərdə istifadə olunan məlumatlardır. Gəlin verilənlərə baxaq. Dərsliklər, bəli. İnformatika otağında davranış qaydaları, bəli. Qatarların hərəkət cədvəli, xeyr. Vətəndaşların işə qəbul qaydaları, xeyr. Prezidentin sərəncamları, xeyr. Dərs cədvəli, bəli. APNOGO proqramı, bəli, informatika üçün istifadə olunur. Deməli, təlim prosesi dedikdə düzgün olanlar hansıdır? Dərsliklər, informatika otağında davranış qaydaları, dərs cədvəli, APNOGO proqramı. Üçüncü sualımız, kompüteri internetə qoşmaq üçün hansı qurğudan istifadə edilir? Ümumiyyətlə, internetə qoşulmaq üçün modem və ya router adlı qurğudan istifadə olunur. Doğru cavab modem və ya router.
Sonra dördüncü sualımız, hansı işləri internet vasitəsilə görmək olar? Verilənlərdən yalnız internetlə mümkün olanları seçək. Məktub göndərmək. Bəli, e-mail vasitəsilə mümkündür. Sonra musiqiyə qulaq asmaq. Bəli, internetdən qulaq asmaq mümkündür. Otaqları təmizləmək. Xeyr. Filmlərə baxmaq. Bəli. Dostlarınızla söhbət etmək. Bəli, onlayn söhbət etmək mümkündür. Başqa ölkənin kitabxanasına girmək. Bəli, onlayn kataloq. Göydən yer kürəsinə baxmaq. Bəli, Google Earth və s. Alış-veriş etmək. Bəli. Qida qəbul etmək. Xeyr. İnternetlə mümkün olanlar hansılardır? Deməli, məktub göndərmək, musiqiyə qulaq asmaq, filmlərə baxmaq, dostlarla söhbət etmək, başqa ölkənin kitabxanasına baxmaq, göydən yer kürəsinə baxmaq, alış-veriş etmək. Bu simgələrdən hansılar brauzerlərə aiddir? Şəkildə simvollar var, onlardan brauzer olanlar Internet Explorer'dir, mavi, baxın birinci. Sonra Operadır, qırmızı O. Google Chrome, rəngli dairə, bu, üzr istəyirəm, Google Chrome və Firefox, türkü şəkli, alovlu baxın türkü şəkli. Bu. Digərləri musiqi və Skype, musiqidir və Skype proqramının simgələridir. Browser deyirlər. Deməli, bu ikisi, bu musiqi proqramının simgəsidir, bu isə Skype proqramı. Deməli, düzgün olanlar hansıdır? Internet Explorer, Opera, Google, Firefox. Web səhifədə siçanın göstəricisinin ən işarəsinə çevrilməsi nəyi bildirir? Bu o deməkdir ki, baxın, siçanın göstəricisi ən işarəsinə çevrilirsə, bu o deməkdir ki, həmin yerə kırkıraya, yəni düyməni basa bilərsən, yəni bu yer keçiddir, linkdir və başqa səhifəyə aparır. Baxın, gəldik üzərinə misal üçün buranı. Burada gəldik, sıqqıldatdıq sol düyməni, keçiddir. Baxın, sol düyməni sıqqıldatdıq, başqa səhifəyə keçdi təkrar. Beləcə, kitabın 5-ci sinif informatika dərsinin sonuna çatdıq. Burada bu məlumatı da oxuyaq. Əminəm ki, hər biriniz oxumusunuz və əməl edirsiniz. Əziz məktəbli, bu dərsin ikisi Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sizə etibarlı dost və yardımcı olacaq. İnanırıq ki, siz də bu dərsin ya məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və sərgəli saxlayacaqsınız ki, növbəti dərs ilində digər məktəbli yoldaşlarınız ondan sizin kimi rahat istifadə edə bilsin. Sizə təhsildə uğurlar arzulayırıq. Gəlin bu dərsi bitirmədən əvvəl mən istəyirəm ki, sizə əvvəlcədən hazırladığım internetdə informasiyanın axtarışına aid maraqlı yeni məlumatlar verək və bununla da dərsimizi bitirək. Axtarış sistemləri fikir oxumur. Sən axtarışa bir söz yazanda, sistem dərhal həmin mövzu ilə bağlı minlərlə səhifəni yoxlayır. Amma o fikrini oxumadığı üçün sözləri düzgün və dəqiq yazmaq çox vacibdir. Məsələn, qurd yazsan, sistem bilmir ki, heyvandan danışırsan, ya kompüter virusundan və yaxud insanda olan bakteriya qurddan. Açaq Google-u. Misal üçün yazaq qurd, enter basaq.
Baxın, bilmir ki, hansı qrupdan bəhsini girsən, axtardığın hansı qrupdur. Ona görə də çoxlu məlumatlar gətirdi. Kompüter bizim zehnimizi oxuya bilmir, ona görə də düzgün və dəqiq yazmaq lazımdır. Axtarış sistemi sənin üçün nəticələri sıralayır. Google və digər sistemlər tapdığı məlumatları ən faydalıdan ən az faydalıya doğru düzməyə çalışır. Bu sıralama yüzlərlə qaydaya əsaslanır. Məsələn, səhifənin nə qədər etibarlı olması, mövzunun dəqiq uyğunluğu, səhifənin neçə nəfər tərəfindən oxunması. Buna reytinq sistemi deyilir. Axtarış zamanı magic words, sehirli sözlər var. Bəzi xüsusi işarələr axtarışı daha dəqiq edir. Məsələn, bu qoşa dırnaq cümləni dəqiq tapır. Xəzər dənizi haqqında məlumat. Gəlin bunu axtaraq. Google-a girək. Yazaq Xəzər dənizi haqqında enter klikəyək. Baxın, konkret məlumat tapır. Minus istəmədiyin sözü çıxarır. Balina, heyvan. Yəni, balina hekayələri misal üçün çıxacaq, amma heyvan məlumatları yox. Belə yazsaq, heyvan balinaya aid məlumatlar çıxacaq. Yəni, onlar bizə gəlməyəcək. Əgər istəmiriksə ki, heyvan balinaya aid məlumatlar gəlsin, bu şəkildə axtara bilərik. Şəkillər gəldi, amma baxın. Balina rəngləmə səhifələri filan. Amma heyvan balinaya aid nəsə gətirmədi. Baxın, sadəcə balina şəkillərin rəngləmə, balina haqqında hekayələr filan belə şeyləri gətirdi. Sayt, konkret saytdan axtarır. Konkret baxın, saytdan axtarır. Sonra bu qaydalar şagirdlər üçün çox faydalıdır. Dərs 2-də bu yoxdur. Görürsünüz ki, 5-ci sinif dərsində yox idi. 4. Axtarış nəticələri bütün dünyadan gəlir. Sən bir söz yazanda nəticələr müxtəlif ölkələrdən toplana bilər. Ona görə bəzən fərqli dillərdə məlumat çıxır. Məsəl üçün, tarixlər və faktlar fərqli ola bilər. Eyni hadisə haqqında müxtəlif ölkələrdə müxtəlif məlumatlar yazılır. Buna görə də mənbələri müqayisə etmək çox faydalıdır. Hər sayt etibarlı deyil. İnternetdə istənilən adam istənilən məlumatı yaza bilər. Ona görə tapdığın məlumatın dövlət qurumu, universitet, tanınmış təşkilat saytında olması daha yaxşıdır, məqsədə uyğundur. Şagirdlər üçün baxın, qayda, .gov, .edu, .org domenləri çox vaxt daha etibarlı olur. Axtarış təkcə mətin deyil, şəkil, səs, hətta tərs axtarış var. İnternetdə informasiya sadəcə yazı deyil, şəkillərlə axtarış, Google Maps, bir şəkili yükləyərək onun nə olduğunu tapa bilərsən. Bir dənə baxaq bura. Misal üçün, baxın. Yeni il yolkasıdır. Bunu axtaraq burada. Baxın, şəkil yükləyin. Şəkildə yeni il şam ağacı təsvir olunub. Bu ağaclar adətən yeni il bayramı üçün bəzədilir. Baxın, bu yeni il şam ağacı kimi tanınan süni bayram bəzəyidir filan belə
artıq bunun haqqında məlumat verir bizə. Və ona uyğun şəkillər də çıxır. Görürsünüz. Ona uyğun başqa məlumatlar da çoxlu çıxır. Şəkillərlə də görürsünüz axtarış etmək olur. Səslə axtarış, danışaraq tapmaq. Açaq Google-u. Ömərcan 613 kanalını tap. Baxın. Ömərcan nə çıxartmadı? Ömər Utancı kanalını tap. Düz eşitmədim. Beşinci sinif informatika dərsinə aid videolar tap. Baxın, videolar dedik, amma baxın, mənim də burada kanalım çıxdı. Ömərcan. Bu şəkildə səslə də axtarış eləmək olur, görürsünüz. Video axtarış, YouTube və ya digər platformalar üzrə. Hər hansı bir videonu da burada axtarış edib tapmaq olar. Gələk, bizdə qısa video varmı? Qısa video təəssüf ki, hal-hazırda məndə kompüterdə yoxdur. Gəlin, misal üçün, bunu axtarmağa çalışaq. Baxın, bu axırıncı videonu linkini kopyalayıb bura atdıqda belə də tapacaq, baxın. Ən sonuncu videomuz. Salam, kanalımızın dəyərini linkini atırıq Google-a. Axtarış edirik. Baxın, gətirdi. Sonra bu üsullar dərslikdə çox zaman göstərilmir. Təbii ki, yox idi, ancaq artıq siz bunları bildiniz. Axtarış sistemi sənin səhvlərini düzəldir. Sən kompüter yazsan belə, Google kompüter olaraq düzəldib, düzgün nəticə göstərir. Buna ağınlı korrektə deyilir. Baxın, artıq o kompüter haqqında axtarış etdiyini başa düşdü və gətirdi. Axtarış sistemləri sualları daha yaxşı anlayır. Google əvvəllər yalnız sözlər axtarırdı. İndi isə sualların mənasını başa düşür. Misal üçün yazırsan, niyə göy qurşağı yaranır? Gəlin yazaq. Göy qurşağı günəş işığının atmosferdəki su damcılarından keçərək qırılması
əks olunması və ayrı-ayrı rənglərə ayrılması nəticəsində yaranır. Baxın, bunu izahını bizə gətirdi. Sonra ən yaxın kitabxana haradadır? Axtaraq bunda. Ən yaxın kitabxananı baxın, Axundov, Mirzə Fətən Axundov adına Azərbaycan Milli Kitabxanası. Buranı göstərdi. Deməli, Google artıq sualları da başa düşür, yəni axtarış sistemləri sualları da başa düşür. Bu qabiliyyətə semantik axtarış deyilir. Sonra uşaqlar üçün xüsusi axtarış sistemləri var. Şagirdlərə uyğun, təhlükəsiz və filtrli axtarış sistemləri mövcuddur. Kido.co. Yəni, baxaq. Kom olardı. Baxın, axtarış sistemi. Sırf uşaqların məxsus axtarış sistemidir. KidRex. Burada axtaraq bunu. KidRex, baxın. Sonra bu da uşaqlara aid axtarış sistemidir, baxın. Bu da hansı oldu? Safe Search Kits axtarış sistemidir. Bu sistemlər zərərli məlumatları göstərmir. Hansılar uşaqlarınızın psixologiyasına, əxlaqına və s. mənfi təsir edirsə, o məlumatları göstərmir. Sonra növbəti, axtarış sistemləri hər gün yenilənir. Hər gün minlərlə yeni sayt açılır. Axtarış sistemləri bu saytlara baxıb onları öz kataloqlarına əlavə edir. Bu prosesə indeksləmə deyilir. Yəni, bir sözlə axtarış sistemləri də hər gün yenilənir. Bu şəkildə, əziz şagirdlər, bu 5-ci sinif sonuncu dərsimizin sonuna çatdıq. Dərs haqqında hər hansı sual və təklif olarsa videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz və əgər dərslərimiz faydalı gəlirsə, bəyənməyi, rəylər yazmağı və davamını istəyirsinizsə, bu tip videoların çox olmasını, davamlı olmasını istəyirsinizsə, kanalımıza abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Bu dərsdə çəkimlərimiz bu qədər. Hər birinizə təhsildə uğurlar arzulayırıq. 6-cı sinif informatika dərslərimizdə görüşənədək salamat qalın əziz şagirdlər.